14-cü suala baxırıq. 14-cü sual modal feillərlə bağlıdır. B variantına baxanda görürük ki, haven't to yazılıb. Haven't to deyə bir şey yoxdur. Have to modal feili və has to modal feilləri inkarlıq düzəldərkən doesn't-dan və yaxud da don't-dan istifadə etməliyik və sual cümlələrində də demək nə olmalıdır? Do və yaxud da does istifadə olmalıdır. Ona görə B variantı səhv variantdır və D variantında ought-dan sonra mütləq şəkildə to istifadə olmalıdır. Buna görə də D variantı səhvdir. Bizdə demək A variantı, C variantı və E variantı düzgün cavab ola bilər. İndi isə biz tərcüməyə baxmalıyıq. You can't be careful or you mustn't be or just you must be careful. Diqqətli olmalısan və yaxud da olmamalısan. That knife is sharp. Bu bıçaq itidir. Bıçaq itidirsə yəqin ki, tərcümə cəhətdən must daha uyğun olar ki, diqqətli olmalısan. Və digər tərəfdən də əgər bunu tərcümə edə bilməyəcək abituriyentlər varsa, o zaman belə bir tips deyə bilərik ki, əgər siz modal feillər mövzusunda 3 variant arasında qalırsınızsa və sizin variantlarınızdan ikisi inkarda, biri təsdiqdədirsə, o zaman böyük ehtimalla cavabımız təsdiqdə olan modal feildir. Və ya əksinə, modal feillərimizdən ikisi təsdiqdə, biri inkardadırsa, o zaman cavabımız böyük ehtimalla inkarda olan feildir. Bunu Dövlət İmtahan Mərkəzinin test toplusundakı modal feillərlə bağlı olan suallar işləyəndə də təcrübə edib görə bilərsiniz.